Malayziyanın paytaxtı Kuala Lumpurda 2 gün davam edən danışıqlardan sonra Çin və ABŞ nümayəndə heyətləri müvafiq ticarət və iqtisadi məsələlərin həlli üçün konsensus əldə ediblər. Çin baş nazirinin müavini He Lifin ABŞ maliyyə naziri Scott Bessent və ticarət nümayəndəsi Jameson Green ilə görüşüb. Çin rəsmisi münasibətlərin qarşılıqlı faydalı olduğunu, əməkdaşlıqdan qazanc əldə edildiyini, qarşıdurmadan isə uduzduğunu bildirib. Hər iki tərəf iqtisadi və ticari fərqlərin qarşılıqlı hörmət və bərabər əsasda dialoq yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. Amerika tərəfi isə ABŞ ilə Çin arasındakı iqtisadi-ticari əlaqələrin dünyada ən təsirli iki tərəfli münasibət olduğunu vurğulayıb və fikir ayrılıqlarını həll etmək üçün Pekin ilə bərabərlik və hörmət ruhunda işləməyə hazır olduğunu bildirib. Tərəflər münasibətlərin sağlam, sabit və davamlı inkişafını təşviq edəcəkləri barədə razılığa gəliblər.